Salam yoldaşlar, hər birinizi salamlayıram. Bu günlərim DİM 2025 ikinci hissə İngilis dili test toplusundan Integrative Words and Sentence Question Words, yəni sual sözlərinə baxacağıq. Testlərinə baxacağıq. Sual sözlər deyərkən biz artıq cümlədə işlətdiyimiz cümlə üzvlərinə verdiyimiz suallar onun sual sözləri adlanır. Mübtədamızın sualı who'dur, who və yaxud da what'dur. How long məsəl üçün məsafə bildirir, müddət bildirir. Bunu artıq veririk zərfliyə və ya hara-harada deməkdir. Bu sualı veririk artıq zərfliyə. Biz cümlə quruluşunda belə demişdik ki, hansı cümlə üzünə sual veririksə, həmin cümlədən çıxarmalıyıq. İndi başlayıram mən birinci. Əsas qaydamız haqqında. Burada bir tərcüməni bilmək lazımdır və bir də mübtəda və yaxud mübtəda sual verirsən və yaxud da hansı sual sözünün sonra birbaşa xəbər gəlir, bunları bilməyin vacibdir. İndi birinci sualdan başlayıram. Gördüyünüz kimi sonunda by sözünün üstü işlənir. Bu artıq bilinir ki, passive voice olan bir cümlədir. Yazılı cümləni tərcümə edin. Letters written by. Məktub yazıldı tərəfindən. Məktub yazıldı tərəfindən. İndi who kim deməkdir? How long nə qədərdir? Müddət, məsafə bildirir. When nə zaman deməkdir? Why niyə deməkdir? Where də harada deməkdir. Mən artıq bilirəm, tərcümə baxımından gətirib who-nu qoya bilərəm. Niyə görə? Deyə bilərəm ki, məktub kim tərəfindən yazıldı? Bu ola bilər. Amma deyə bilmərəm ki, heç vaxt məktub niyə yazıldı? Niyə yazıldı? Tərəfindən. Olmur. Niyə tərəfindən yazıldı? Bunu deyə bilmərəm. Cümlədə səbəb məqsəd olsun ki, mən why sual sözündən istifadə edeyim. Və yaxud da when. When-i qoya bilmərəm. Heç vaxt. Where, harda yazıldı, tərəfindən yazıldı olmaz. Ona görə düzgün cavab olacaq A bəndi. Həmçinin də yoldaşlar yadınızda saxlayın. Bəzən, məsəl üçün, biz whose deyirik də. Whose'dan sonra birbaşa isim gəlməlidir. Məsələn, deyirəm. Whose'dan sonra isim gəlməlidir. Who həmçinin özündən sonra birbaşa xəbəri götürə bilir. Who özündən sonra birbaşa xəbəri götürə bilir. İndi ikinci cümləmizə baxıram. Does not like playing the piano. Xoşlamır piano çalmağı. Who kim deməkdir? Kim xoşlamır piano çalmağı ola bilər. How does not like playing piano olmaz. D variantı gedir. Necə piano çalmağı xoşlamır. Sonra whom. Whom kimə, kimi deməkdir. Kimi və yaxud da kimi piano çalmağı xoşlamır. Olmaz. Whose kimindir? Whose işləndiyi yerdə ismin qarşısında işləməlidir. Ümumiyyətlə burada does not var. Ona görə olmaz. Sonra necə piano, which-də necə deməkdir? Necə kimi tərcümə olunur? Necə piano çalmağı xoşlamır. Ona görə düzgün cavab olacaqdır. Yalnız A variantı. Kim piano çalmağı xoşlamır? Üçüncü testə baxıram. Refuse his invitation. Onun dəvətini rədd etdi. İndi which hansı onun dəvətini rədd etdi olmaz. What nə onun dəvətini rədd etdi olmaz. Whom kimə onun dəvəti rədd etdi olmaz. Ya why ola bilər, ya da who ola bilər. Amma bir dənə məsəl üçün why refuse his invitation? Niyə rədd etdi onun dəvətini? Olmaz, amma deyə bilərəm ki, who refused his invitation? Onun dəvətini kim rədd etdi? Bax, bu cümlə uyğundur. Why da çıxır, qalacaqda B bəndi. Sonra, yenə dördüncü testdə eyni həmin formada gedir. Burada bir məsələdə nədir? Biz əgər mübtədaya sual veririksə, bunu who ilə verməliyik. Və direkt ki, özündən sonra birbaşa feil gəlməlidir, xəbəri götürməlidir. Əgər biz who ilə mübtədaya sual veririksə, yəni birbaşa xəbər görürsə, nöqtədən sonra xəbər gəlirsə, demək orada mübtəda yoxdursa, demək orada who'dur cümlədə işlənir. İndi yenə baxıram ki, the printer invented by. Printeri, dördüncü sualda, printeri invented, yəni ki, kim tərəfindən, daha doğrusu, tərəfindən ixtira edildi. Printeri tərəfindən ixtira edildi. Artıq burada görürüm ki, mübtədam yoxdur. Yəni cümlədə mübtədam yoxdur. Kimsə eləyib də, məsələn, filan kəs printeri ixtira edib, məsələn, deyirəmsə, artıq mən orada deyəndə ki, sual verəndə görürəm printeri yerindədir, invented yerindədir, by sözünün yerindədir. Artıq mən burada sual verməliyəm nəyə? Mübtədaya. Mübtədan da sualı bildiyimiz kimi who'dur. Olacaqdır C bəndi. 4-də. Sonra 5-ə baxıram.
You living in the apartment with. You living. Are you living in the apartment with? Aha. Are you living? Sən yaşayırsan bu binada ilə with kiminlə yaşayırsan məsəl üçün. İndi with qoydum. Artıq buradakı you mübtədamızda. Amma bir də məsələ nədir uşaqlar? Bunu da deyim ki, əgər cümlənin sonunda sözünü işlənirsə, qabağında who olacaqdır. %100 who olacaqdır. Ya whom olacaq, ya who olacaqdır. Əgər cümlənin sonunda sözünü işlənirsə, ya who'dur, ya whom'dur. İndi buradan bir məsələdə aydın oldu ki, bir də with sözündür də. Artıq heç o bir variantlara baxmağa ehtiyac yoxdur. Olacaqdır D variantı. Sən bu binada kimlə yaşayırsan? Məsələn, oldu nədir D variantı. Who phoned last night? Daha doğrusu phoned you last night. Zəng etdi sənə keçən gecə. Keçən gecə sənə zəng etdi. Sual verirsən. Kim? Avtomatik sualı özü gəlir. Artıq olacaq da burada olacaq da whom. Sonra gəlirəm 7-yə. Answer this question. Cavab verdi bu suala. Kim? Artıq mübtədam olmalıdır. Mübtədam olduğuna görə, mübtədaya sual verdiyimizə görə olacaqdır A variantı. Mən whom ola bilməz, kimə, kimin deyə bilmərəm. Why, niyə sual verdi olmaz. Who'dan sonra mütləq şəkildə isim gəlməlidir, olmaz. How long-da olmaz. C variantı çıxır, qalır A bəndi. Sonra 8-də responsible for cleaning kitchen today. Deyir ki, cleaning, mətbəxin təmizliyindən bugün mətbəxin məsuliyyətlidir. Sual verirsən kim? Yəni burada artıq who'dan da sonra görürsünüzsə isim xəbər gəlir. Bir də yoldaşlar, bunu da deyim ki, who əgər canlı olub, canlı ilə ifadə olunsa, mübtədanın sualıdırsa, özündən sonra əmiz arı gətirə bilər və yaxud da was were-ni də gətirə bilər və yaxud da shall will-i də gətirə bilər. Yəni ona görə burada da yenə who olacaqdır. Cavablarımızda 8-də B olacaqdır. Sonra keçirəm 9-cu testimizə. Emotions, emosiyalar, do people experience during major life change like retirement? Aha. Yəni cümləmizi tərcümə edək. 9-cu testdə emotions sözü isimdir. İsim gətiribsə, demək mən burada who-nu qoya bilmərəm. Niyə? Çünki who-dan sonra birbaşa feil gəlməlidir, xəbər gəlməlidir. Ona görə B variantı çıxır. V də həmçinin özündən sonra xəbər gətirir. Məsələn, nümunə deyirəm, where do you live? Məsəl üçün. Sən harada yaşayırsan? Sual verim. Görürüz, V-dən sonra do-nu gətirdim. Hər hansıda bir köməkçi feil olmalıydı. Və yaxud da when nə zamandır? Məsələn, ondan da sonra köməkçi feil gəlməlidir. Why-dan da sonra köməkçi feil və yaxud da əsas feil gəlməlidir. Olmaz. Bunlardan sonra gəlib emotion. Emotion sözünün tərcüməsi hisslər deməkdir. Deyir ki, insanlar həyatları dəyişərkən, həyat təcrübələri dəyişərkən nə hisslər yaşayırlar, nə cür hisslər yaşayırlar, o da olacaqdır what kind of. What kind of-dan sonra da isim gələ bilir. A variant 9-da. Sonra ona baxıram, inspire students to pursue careers in environmental science. Inspire deyir ki, tələbələri ətraf mühit elmləri üzərində karyera qurmağa ruhlandırır. Ya nə ola bilər, ya da kim ola bilər. Whose olmaz. Whose'dan burada artıq söhbət gedə bilməz. Where olmaz, çünki xəbər gəlməlidir. When-də xəbər gəlməlidir. Ya how much olmalıdır. How much-dan da sonra inspire sözü təkdədir. Daha doğrusu how much-dan sonra gələn söz təkdə olmalıdır. Amma inspire sözü cəmlidir. Ona görə düzgün cavab olacaq A bəndi. Yenə burada da həmişə kimi sözün sonunda by sözünü verilibdir. By sözünü dediyim kimi sonunda sözünü veribsə qarşıda olmalıdır. Deməli, who. Birbaşa, yəni bunun heç tərcümə edə ehtiyac yoxdur. Yəni əvvəl testlərdə tərcümə edirəm, düzdür. Amma ki, görsəz ki, cümlənin sonunda sözünün verilibsə, ya whom olacaqdır, ya da who olacaqdır. Bunlar ikisi bir yerdə sözünü ilə işlənə bilir. Qalanları sözünü ilə işləyə bilmir. Gəlib əgər baxsaz ki, cümlədə mübtədaya sual verirsənsə, artıq onda who-nu işlədirsən. Yox, tamamlığa sual verirsənsə, who-mu işlədə bilərsən. Gəlib baxıram. Aha, buradan. Deyir ki, books. Books görürsünüz isimdir. Mən who-nu qoya bilmərəm. Çünki who-dan sonra feil gəlməliydi. Getdim. When də qoya bilmərəm. D də çıxır.
How much da qoya bilmərəm. Niyə? Much books cəmdədir, much təkdədir. Olmaz. Why da ola bilməz. Why-dan da sonra xəbər gəlməli idi. 12-ci sualda. Artıq burada qoyacağım how many. How-dan sonra many gəldi. Many-dən də sonra gələn isim cəmdədir. How many books? Nə qədər kitab? Did you borrow from library? Nə qədər kitab kitabxanadan borc almısan? Sonra 13-ə baxıram. 13-ü də yenə görürəm burada. Burada C bəndi var. C bəndində 13-də from sözündən istifadə olunub. İndi gəlin mən baxaram ki, burada is var. Birbaşa who-nu qoya bilərəm. Amma baxıram ki, burada artıq mübtədaya sual vermirsən. Başqa bir nitq hissəsinə sual verirsən 13-cü sualda. Who onda çıxır. How da çıxır. How-dan sonra isim olmalı. Why da çıxır. How much da çıxır. How much da yəni gördüyünüz kimi how much-dan, how many-dən sonra isim gəlməlidir. Burada is gəlib. İndi gəlir where is that noise coming from? O ses hardan gəlir? Hardan gəlir? O ses hardan gəlir məsələn? Ona görə C bəndi. 14-ə baxıram. Do you think should be responsible for the mistakes? Aha, 14-cü testdə yenə eyni forma ilə gedirəm. Burada artıq görsən ki, do veribdir. Do-dan sonra you gəlibdir. Aha, you think should be responsible for this mistakes. Sən deyir düşünürsən, bu səhv üçün məsuliyyətli kimdir? Və yaxud da how qoya bilmərəm. How-dan sonra isim gəlməlidir. Which də həmçinin ola bilməz. Sonra why-dır. Why da ola bilməz. Niyə? Why? Niyə? Nə üçündür? Olmaz. Ya whom olacaq, ya who olacaq. Whom olsam artıq mən whom-dan tamamlığa sual verirəm. Tamamlığa sual verə bilmədiyim üçün də cümlədən olacaqdır who. Burada da artıq mübtədaya sual verdiyim üçün do da köməkçi nitq hissəsi işlənibdir. Ona görə olacaqdır who. Sonra 15-də pen is on the table. Bax görürsünüz burada pen veribdir. Artıq pen veribsə, yəni yadınızda saxlayın ki, 15-ci testimizdə pen veribsə isimdir. Who-dan sonra isim gəlməz. Who-dan sonra birbaşa xəbər almalıdır. Sonra why-dan da sonra isim gəlməz. Olmaz. Veya məkan mənalı sözlərə bildirir. Məsəl üçün on the table-a sual versəydim veya qoya bilərdim. Məsələn, where is this pen deyə desəydin, hə, onda on the table-a verirdi. Deyərdin ki, on the table-a verir. Artıq burada on the table cümlədədirsə, demək veya da ehtiyac yoxdur. Sonra how-dan da sonra how pen olmaz. Olacaqdır whose. Niyə görə? Whose dediyim kimi yiyəlik mənsubiyyət bildirir. Yiyəlik mənsubiyyət bildirdiyi üçün də həmişə özündən sonra isim gətirməlidir. Bir mənalı şəkildə isim gətirməlidir. Ona görə olacaqdır stolun üstündəki bu qələm kimindir? Olacaqdır whose. Cavab olacaqdır whose. Sonra would you do if you lost your passport abroad? Aha. Deyir sən lost, burada ifdən sonraki əgər sən itirsən pasportunu xaricdə. Sən, hə, artıq deməli kim would do-yudur. Do varsa artıq etmək deməkdir. You sən deməkdir. Who qoymaram. Çünki cümlədə mübtədan var. You mübtədadır. Mübtədaya sual vermərəm. Abroad sözü burada işlənib deyəndə mən veya sual vermərəm. Sonra 16-cı testdən sonra how-ya sual heç cür vermərəm. Uyğun gəlməz. Why would you of your lost? Niyə pasportunu itirsən? Əgər sən nə edərsən? Olmaz. C variantda olmaz. Amma desəm ki, what would you do? Sən nə edərsən? If your lost passport abroad. Sən nə edərsən əgər pasportunu xaricdə itirsən? Testdə deyir ki, would benefit most from this training session. Deyir ki, məşqdən faydalanacaq, daha çox faydalanacaq. Aha. İndi burada görürsünüz would var. Would-dan istifadə etsək, mən who apostrof esi who is deməkdir, onu qoya bilmərəm. Olmaz. Would artıq köməkçi hissədə whose qoya bilmərəm. Çünki whose'dan sonra isim gəlməlidir. How many-də bundan sonra isim gəlməlidir, yoxdur. Qalır bir A variantı, bir C variantı. Why qoya bilmərəm, çünki məna baxımından uyğun gəlmir. Qalır bir who. Who would benefit most from this session? Deyir, bu məşqdən kim daha çox faydalanacaq? Ona görə olacaqdır A bəndi. 18. Phone rang during the meeting. Aha. Deyir ki, görüş zamanı zəng vurdu telefon. İndi gəlin buradan artıq variantlar arasından seçim edək. Burada phone isimli də
Ona görə avtomatik who çıxır. Who'dan sonra xəbər gəlməlidir. V-yə mən sual verəcək bir yer yoxdur. V-yə mən ancaq məkan mənalı isimlərə və yaxud da ki, yer zərfinə sual verə bilərəm. Burada aidiyyatı yoxdur. How necə deməkdir? Olmaz. Necə görüş zamanı zəng vurdu? Olmaz. D də çıxır, why da olmaz. Amma olacaqdır düzgün cavab whose. Kimin telefonu görüş zamanı zəng vurdu? Olacaqdır C bəndi. 19-cu testə baxıram. Doesdır. Artıq doesdan veribsə, deməli bu nədir? Xəbər gəltiribdir. Mübtəda plus xəbər olan lazımdır. Does this word mean in the context? Deyir ki, kontekstdə bu sözün mənası. Aha. Burada baxıram ki, this word isimdir. This word həm də mübtədamdır. Ona görə mən how, daha doğrusu mübtədamdırsa, how-nu çıxıram. Sonra V-ni çıxıram. Çünki in this context. Context sözü artıq cümlədə işlənibsə, mən V-nə necə sual verə bilərəm? Çünki in the context harada? Kontekstdə, bu kontekstdə. Sonra which-i qoya bilmərəm. Çünki which-dən sonra isim gəlməli idi və yaxud da ki which-in sonra isim gəlməli idi, o da yoxdur. Həm də ki, does-dan gəlirsə artıq hansı bu söz mənası bu kontekstdə olmaz. Why, niyə olmaz, amma what ola bilər. Bu kontekstdə bu sözün in this context, bu kontekstdə mənası nədir? Ona görə düzgün cavab B. Gəl, 20-ci testdə tərcümə edirəm. Deyir ki, bu yeni siyasətin məqsədi. Bu yeni siyasətin məqsədi. Artıq cümləmizi tamamlayıram. Və ya qoya bilmərəm. Bu yeni siyasətin məqsədi haradadır olacaq? Sual olmaz. Who qoya bilmərəm, kim olmalıdır? Xeyr, olmaz. Why, niyə, nə üçündür? Heç cür olmaz, uyğun gəlməz. Which də hansı deməkdir? Olmaz, amma D variantı olar. Həm də artıq məqsədi, yeni məqsəddən danışırsansa, cansız varıqdır. Cansızın da sualını biz nə ilə veririk? What'dan təbii ki də. Language do people speak in Brazil? Aha, burada language sözü var, dil deməkdir. İndi başlayırıq variantlar arasından seçməyə. İndi mən məsəl üçün sual verəsi olsam ki, nədir? V-dən istifadə edərik və yaxud da V-dən olmaz. Zaman bildirən söz olsaydı mən V-dən istifadə edərim. Nə vaxt, nə zaman deməkdir. Burada artıq zaman bildirən söz yox idi cümlə tərcüməsində. V harada deməkdir? Artıq in Brazil cümlənin daxilindədir, cümlənin tərkibindədirsə, mən ona heç vaxt V ilə sual verib in Brazil cümlədə saxlaya bilmərəm qəti şəkildə. Why-dır, heç cür olmaz. Sonra how-dur, qəti şəkildə olmaz. İndi gəlin məsələ nədir? Burada variantımız C variantıdır. Amma burada C variantı what language deyəndə nə dili yox. Hansı dil kimi tərcümə olunacaqdır? Braziliyada insanlar hansı dildə danışırlar? Ona görə düzgün cavab which yox, what'dan istifadə edirik. Olacaqdır C bəndi. Deməli, bir dənə burada görürsən of sözünüzü var. Birbaşa bunu deyirəm, qayda kimi yadınızda saxlayın. Özündən sonra yeganə of sözünüzün gətirə bilən nitq hissəsi which-dir. Birbaşa olaraq heç bir şəkildə, yəni bu heç bir şəkil nədir, heç bir yerdə görə bilmərsiniz bu qaydanı. Yalnız bir neçə kitablarda, köhnə kitablarda qalıb. Özündən sonra of sözünüzün gətirə bilən yeganə sual sözü which-dir. Ona görə digər variantlar artıq variantlar arasından əliyirəm. Standart qaydası var. Which-dən sonra of sözünüzü gələ bilər. Which of-dan sonra gələn sözünü cəmdə, daha doğrusu which-də of-dan sonra gələn söz mübtəda cəmdə, feildə cəmdə ola bilər. Sonra 20-cə baxaq. Do you usually have breakfast before or after your shower? Deyirsən, edəcəksən. Aha, gəlirəm bura. Artıq burada başqa cür tərcümə edəcəyik. You usually adətən have a breakfast, səhər yeməyi edirsən before or after your shower. Sən səhər yeməyini duşdan əvvəl və yaxud da sonra edirsən. Sual verdim. İndi burada artıq zamandan söhbət gedir. Zamandan söhbət getdiyi üçün 23-də də mən artıq zaman bildirən yeganə söz variantlar arasında when-dir. Artıq zaman bildirən. Sən deyir, səhər yeməyi nə vaxt edirsən? Duşdan əvvəl yoxsa sonra? Düzgün cavab olacaqdır ev variantı. Which-dir və yəni dediyim kimi hansı deməkdir? Who-dur, kim edir desəm olmaz. What qəti şəkildə olmaz. Why olmaz. Ona görə düzgün cavab when-dir. Zaman mənasıdır.
Jacket is. Artıq jacket isimdir. Burada artıq jacketdən sonra demək isim olduğuna görə jacketdən öncə özünə isim gətirən lazımdır mənə. Ya what ola bilər, ya da be whose ola bilər. Qalanlarını çıxıram, çünki qalanları özündən sonra mütləq şəkildə feil gətirməlidir, yəni xəbər gətirməlidir. İndi gəlin deyirəm ki, whose jacket is this? Bu kimin jaketidir? Belə deyə bilərəm. Bir də what jacket o deyəndə artıq isim olduğuna görə whatdan sonra isim gəldiyi üçün hansı jaket budur olmayacaq. Ona görə düzgün cavab olacaqdır B bəndi. 25-ci testə baxıram. Do you think about new school rules? Deyirsən, düşünürsən haqqında yeni məktəb qaydaları. İndi mən who deyə bilmərəm. Who do you think? Çünki mübtədam var deyənə ona görə who'ya ehtiyac yoxdur. Veya deyim, məktəb qaydaları heç veya aidiyyəti yoxdur. Why niyə deməkdir? Olmaz. When nə zaman deməkdir? Olmaz, amma olacaqdır what. Çünki school rules cansızdır. Ona görə biz rulesdan istifadə edə bilərik. What do you think? Sən də düşünürsən about haqqında, yeni məktəb qaydaları haqqında. Ona görə C bəndi. Sonra 26. Are you going to invite the dinner party? Gedəcəksən, yox, are you going to invite the dinner party? Axşam partisinə, yemək partisinə gedəcəksən, daha doğrusu axşam yeməyi partisinə gedəcəksən. İndi 26-cı testə baxıram. 26-cı testdən who'u çıxıram. Çünki who'dan sonra isim olmalıdır, getdi. How much da çıxır bunlardan. How özü də çıxır. İndi burada dinner party var, dinner party. To the dinner party. Və yəni ona görə çıxıram. Qalacaq whom. Whom da o deməkdir ki, kimə, kimi deməkdir. Deyir, indi burada sən kim ilə deyir ki, partiyə gedəcəksən. E variantı. Sonra 27-ci testə baxıram. Does usually arrive the work? She usually, o adətən çatır işə. At work'dur. Artıq mən burada at work olduğu üçün V var isə V-əni çıxardıq. Sonra she var. She olduğuna görə 27-də. Who'nu çıxıram. Çünki mübtədan varsa mən neyim? Who'nu saxlayayım orada. Mübtədaya mən sual vermirəm ki. Sonra who çıxır. Who'dan sonra isim gəlməlidir, yoxdur. Why çıxır. Why da olmaz. Niyə o işə çatır? Adətən o işə çatır, olmaz. When qoysam, when does he usually arrive at work? Nə zaman o, adətən o, nə zaman işə çatır? Cavab olacaqdır D variantı. When-lə olmalıdır. Sonra kale sözü var, isimdir. Bu kale sözü varsa avtomatik why-dır, who-dur çıxır. Çünki why-dan, who-dan sonra birbaşa xəbər gəlir, heç gəlməz. When heç bir adəti yoxdur, getdi. How kale, bir də which kale var. İndi how kale ilə desəm, ikisinin tərcüməsi demək olar ki, eynidir. Amma ki, yeganə indiksəsidir ki, whichdir, uyğun gələn bura. Which color do you best? Blue or green? Deyir, hansı rəng sənin sevimlindir? Mavi yoxsa yaşıl? Ona görə düzgün cavab olacaqdır. 28-ci testdə C bəndi. 29-dan baxıram. Deməli, yenə 29-cu testdə də do you go to the gym? İndi bax, burada you-nu görürəm. You mənim mübtədamdır. You mənim mübtədamdır. You mənim mübtədamdırsa artıq who-nun işlətməyin adı yoxdur. Çünki niyə? Who mübtədanın sualdır və cümlədə sual sözü ilə mübtəda bir yerdə işlənməz. Yəni dedikdə sual sözünü verirsənsə mübtədanı çıxartmalısan. Hansı nitq hissəsində sual verirsinsə onu oradan çıxartmalısan, daha doğrusu cümlə üzrə. How many çıxır. How many-dən sonra isim gəlməli yox idi. Who's-dur, who's-dan sonra isim gedir. Qalır what, bir də how often. What you go to the gym. Artıq burada gym-ni də veribdir, cansız varlıqda what-a da ehtiyac yoxdur. Burada tamamlanan sual kimi gedir. İndi how often-u qoysam artıq uyğun olacaq. How often do you go to the gym? Nə qədər müddətə gedirsən, indi ona gedirsən. Olur. Son 30-a baxaq. She reacted when you told her news. You told, sən deyəndə ona xəbəri. Onun xəbərini. İndi she reacted. React yəni reaksiya. Burada whose çıxır. Whose'dan sonra mütləq isim olmalıdır, getdi. İndi 30-cu testimizdə when olmaz. Zaman zərfidə xeyr, yoxdur. Ehtiyac yoxdur. Who olmaz. Çünki she var, who'ya ehtiyac yoxdur.
Sonra vote-dan əlaqədar heç bir nitq səsi yoxdur. O olacaqdı D bəndi. How did she react? Onun reaksiyası necə idi? When you told her the news. Onun xəbər, sənin xəbər, sən deyəndə ona xəbəri. Sonra 31. Results of the survey stored. Aha, aradan başlayıbdı cümləmiz. Artıq biz başlamalıyıq nədən? Who'cu cümləni çıxartırıq. Çünki who'dan sonra isim gəlməlidir 31-ci testimizdə. Sonra vote olmaz. Result of the survey. Artıq burada mənim lazım olan söz verilibdir. Sonra yenə həmçinin who da olmaz. Who da artıq çıxır. Mübtədaya ehtiyac yoxdur. Whom da çıxır. Qalacaqdır D. V. V are result of the survey stored. 32. Do you feel after exercising? Deyir, exercising. Yəni egzersizlərdə idman sonra özünü hiss edirsin. Aha. V olmaz. Çünki artıq V'ye ehtiyac yoxdur cümlədə. When olmaz. C variantda çıxır. Sonra who olmaz. Kimdir? You varsa who'ya ehtiyac yoxdur. Sonra why olmaz. Niyə? Niyə sən hiss edirsən idmandan sonra? Olmaz. Amma C, B variantı ola bilər. Sən how necə deməkdir? How do you feel? Sən necə hiss edirsən? After exercising. İdmandan sonra özünü necə hiss edirsən? 33. Car'dır. Aha. Car isimdir. Avtomatik when çıxır. Why çıxır, V çıxır, who çıxır. Çünki bunlardan sonra xəbər gəlməlidir. Olacaqdır cavab whose. Whose car is faster? Kimin maşını sürətlidir? Yours or hers? Səninki yoxsa onunki? 34-ə baxıram. Didn't you come to the meeting yesterday? Didn't you come to the meeting yesterday? Artıq burada xəbərimi verilibdir. Ona görə mən artıq nədir? Cümlə üzvlərimi seçməliyəm. 34-cü testdə olacaqdır. Gəlin variantları seçək. Who'nu çıxıram. Çünki burada you var. Vote-u çıxıram. Çünki vote-dan bağlı bir şey yoxdur. Veya harada deməkdir. To the meeting yesterday olmaz. Artıq V'yə aid bir cümlə üzvümüz yoxdur cümlədə. When deyib də why qalır. When nə zaman deməkdir? Artıq yesterday varsa, burada yesterday varsa when'ə ehtiyac yoxdur. O qalacaq bir dənə deyil. Why didn't you come to the meeting yesterday? 35. The Republic of Azerbaijan. The Republic of Azerbaijan joined United National. Aha. Hamısından sonra nədir? Did olmaz. Ona görə avtomatik 2 olan variantları çıxırıq 35-ci testimizdə. 2'lər çıxar. Sonra when olmaz. When olmaz. Burada olacaqdı cavab. Yox, when ola bilər. Üzr istəyirəm. When ola bilər. Nə vaxt qoşuldu? Azərbaycan Respublikası Birləşmiş nədir? Təşkilatlara nə vaxt qoşuldu? Biri 1-dir. Biri 1-dir. Biri 4 ola bilər. Niyə qoşuldu? How much-dan vote ola bilməz. Nə qoşuldu olmaz. Hansı qoşuldu olmaz. Olacaqdır 1-dən 4. Cavab olacaq B bəndi. Sonra 36-da düzgün sual cümləsini istəyir bizdən. Yəni indi sual cümlələrinə baxaq. Deməli burada nə olur? 36-cı testə baxaq. Düzgün sual cümləsini istəyir bizdən. Who informed you about Jilly arrival? Düzdür. Bu cümləmiz düzdür. Niyə görə? Who'dan sonra birbaşa xəbər gətirdi. Sonra about sözünüzü işlənibdir. Buradakı you da tamamlıqdır. Ona görə who'nun düzgündür. Biri 1-dir. Sonra did you inform about Jimmy arrival? İndi baxıram ki, whom olduğu kimi qalsın. Did düzgün. Diddən sonra did you informdan bir yerdə işlənməzdir. Orada mübtəda işlənməlidir, işlənibdir. Inform da sonunda el şəkilçisi olmalıydı. Düşübdür. Ona görə 1-2-dir. 1-2. Sonra did you informed about James? Whom did you informed about Jilly's arrival? Deməli 3 yanlışdır. Niyə görə? Köməkçi feilimiz yoxdur yəni. Bunun yanında whomla işlənirsə köməkçi feil olmalıdır. Bax görürsüz ikincidə də köməkçi feil var, amma üçüncüdə köməkçi feil yoxdur. 3 yanlışdır. 4 də niyə yanlışdır? 4 də yanlışdır. Diddən you, diddən informun arasında işlənməli idi. Ona görə qeyri-sabitlik yarandığı üçün köməkçi feildən əsas feil heç vaxt yan-yana işlənməzdir. 3-dən 4 çıxandan sonra qalır 1-2. Aha. Is your little son favorite color? Sənin balaca oğlunun sevimli rəngi. Aha. Sevimli rəng soruşursa artıq sual verə bilərsin. Who ola bilməz. Cansızsa artıq who'ya sual verə bilmərəm, amma what ola bilər. Biri 1.
V ola bilməz. Sənin oğlunun sevimli rəngi hardadır? Ola bilməz. C variantı 4-də çıxır. Amma bir də 3 ola bilər. Hansıdır? Sənin oğlunun sevimli rəngi nədir? Sənin oğlunun sevimli rəngi hansıdır? 1-3 deməli. Did you reach airport? Burada artıq when, biri avtomatik when. Niyə görə? Deyirsən, nə çatdın aeroporta. Biri ola bilər when qoya bilərik. Nə vaxt, nə zaman. Çünki vota qoya bilmək, vota ehtiyac yoxdur. Vot qoysam nə olur? Nə çatdın aeroporta olmaz. Whom olmaz. Kimlər olar? Olmaz. Yəni kimi tərcümə olunur. Kimi çatdı aeroporta olmaz. Bir də bot time'dır. Nə zaman çatdın? Sən nə zaman çatdın aeroporta? Olacaqdı 1-dən 3. O da olacaqdı D. Group left the conference. Qrup tərk etdi konfransı. Biri who, deməli 39-cu testdə artıq qrup sözü isimdir. 39-cu testdə qrup sözü isimdir. İsim olduğuna görə demək biri who'dur. Özündən sonra isim gətirən who'dur. Biri who'dur. Rahat şəkildə deyə bilərik. How long ago müddət bildirir. Bu işlənməz burada. When də nə vaxt, nə zaman olmaz. When-dən sonra gələk xəbər olar. Amma qrup sözü burada isim olduğu üçün işlənə bilməz. How long-dan da sonra köməkçi feil gəlməli idi. 2 ilə 3 çıxır, qalır 1-dən 4. Which, bir də whose. Hansı qrup, kimin qrupu konfransı tərk etdi? Hansı qrup konfransı tərk etdi? 1-4-E. Demək, 40-cı testə baxıram. In Paris. Baxıram ki, burada cavabım verib in Paris. In Paris-də artıq məkan mənalı isimdir. Məkan mənalı isimin avtomatik sualdır. C bəndində də V-dir. Digərlərini heç axtarmağa, vaxt silməyə dəyməz. Görürəm in Parisdir. In Paris, Parisdə deməkdir. Harda deməkdir. Mən diksiyası kimi buna sual versəm, yer zərfinə sual versəm, əlbəttə ki, mən bunu V ilə verməliyəm. Ona görə çox da belə axtarmağa dəyməz, baş yormağa dəyməz. You upset. Are you upset? Sən məyussan. Because nobody informed me. Heç kəs məndən maraqlanmadı. Aha, indi gəlib baxıram niyə? Which olmaz. Which'dən sonra dediyim kimi isim gəlməli idi. Sonra what olmaz. Sən nə məyussun olmaz. Who olmaz. Çünki you varsa who'ya ehtiyac yoxdur. Mübtədanın sualı who'dur. Mübtədan cümlədədirsə artıq who'ya ehtiyac yoxdur. How olmaz. How you upset. Sən necə inciksən, məyussan olmaz. Sən deyini qoysam, sən niyə inciksən, məyussan? Çünki heç kəs mənə maraqlanmadı. Ona görə D variantı. Sonra of the task in the more urgent. Aha, avtomatik yenə. Burada of sözünüsü var. Of sözünüsündən sonra deyirəm ki, birbaşa yenidən işlənə bilən whichdir. Yəni yadınızı saxlayın. Of sözünüsünü harda görürsəz, belə testlərdə gətirin which qoyun. Da vaxt itirməyə dəymir. 43-ə baxıram. Is that woman standing to the director? That's new consultant. O yeni konsultantdır. O yeni konsultantdır deyirəmsə, artıq mən heç vaxt nədir? Konsultant deyirəmsə, heç vaxt cansızdan sual verə bilmərəm. D variantı avtomatik çıxır 43-də. D variantı çıxır. Which olmaz. Which-in sonra isim gəlməlidir, getdi. Burada xəbər gəlibdir. C variantı olmaz. Who'dan sonra isim gəlməlidir, yoxdur. Ya who'dur, ya da how'dur. How necə deməkdir? O da olmaz, sualdır. Amma B variantını deyə bilərəm. Who is, kimdir? O qadın əyləşibdir direktorun otağının yanında. Direktorun yanında üzr istəyirəm. Onda that is new consultant, o da yeni konsultantla danışandı. Ona görə olacaqdı B bəndi. 44-də baxıram. Did you attend training sessions? I was sick. Nədir? Burada I was sick, mən xəstə idim. I was sick, mən xəstə idim deyəndə artıq burada səbəb nəticə var. Səbəb nəticə varsa, avtomatik mən səbəb nəticə bildirən sual sözündən istifadə edirəm. Burada da olacaqdı why. Why? Niyə sən deyir qoşulmadın treyningə? Deyir ki, çünki mən xəstə idim. I was sick, mən xəstə idim. Ona görə D variantı. Sonra do you usually after work? Sən usually adətən do after work işdən sonra edirsən. I go to the gym. Məsələn, siz mənə nə soruşsanız ki, məsələn, işdən sonra edirsən, nə edirsən? Mən deyirəm ki, I go to the gym. Mən idmana gedirəm. Artıq burada what do you
olacaqdır B bəndi. U qoya bilmərəm, U var ona görə. V qoya bilmərəm, nədir? Haçan deməkdir, olmaz. Why nə o, niyədir, olmaz. How olmaz. 46-cı testə baxıram. People were at a meeting around 20. People olanda artıq isimdir. People isim olduğuna görə what olmaz, when olmaz, which olmaz. Hansı insanlar görüşdədilər, olmaz. İndi ya how many, ya how much. Muchdan sonra tək isim gələr, olmaz. Ona görə düzgün cavab how many. 46-da da A bəndi. Sonra 47-ci testə baxıram. When I was 6. Mən 6-yam. Yox, mən 6-da idim. Mən 6-da idim. You playing in the piano. Did you start playing the piano? Sənin piano dərsin başlayır. Artıq deyir ki, mən 6-da idim deyəndə artıq burada zaman mənasından söhbət gedir. Zaman mənasında işlənən yeniyiz vendir. Olacaq da C bəndi. 48-ə baxıram. Back is this. Back isə artıq cəmdə olan isimdir. Who apostda doğrusu back isə özündən sonra isim gətirən sual sözdür. Who olmaz. V olmaz. V-dən sonra xəbər gətirməli idi. Why olmaz. Bundan sonra xəbər gəlməli idi. What olmaz. Düzgün cavab olacaq A bəndi. Kind of. Kind of varsa yalnız yeganə bunların arasından işlənən 49-da. What kind of'dur. What da işlənə bilir. How-dan kind işlənməz. Why-dır, where-dir. Bunlar çıxır. Yəni bunlar hamısı çıxır. Yalnız what kind of sözü what-dan işlənə bilir. What kind of. Necə nədir kimi tərcümə olunur. Deyirsən, necə musiqi xoşlayırsan, o da deyir caz və klassik musiqini. Sonra 50-ci testdə. Do you usually get to work? By bus. Aha. By bus'dan sual verirsə, by bus artıq burada avtobus ilə. Artıq avtobus ilə gedirsəmsə, bu artıq cansıdır. Cansıda da sualı nə ilə verirəm? Əlbəttə ki, what-dur. To work deyir ki, işə nə ilə gedirsən? Adətən işə nə gedirsən? Deyir, by bus, maşın, avtobusla. Deyirsən, işə nə ilə gedirsən? Adətən işə nə ilə çatırsan? O da deyir ki, avtobusla. Ona olacaqdır bəndə. Bununla belə yoldaşlar, sizlər üçün 50 testimizin izahını verdim. Kanalımıza abunə olmağı və dərslərimizə qoşulmağı, ətraflı məlumat almaq üçün isə 055 280 59 24 nömrəsi ilə əlaqə saxlamağı unutmayın. Diqqətinizə görə təşəkkürlər.